Salamlar, vaxtınız xeyir olsun. İyun ayının 2-si axşam saatlarından başlayaraq Azərbaycan arasında hava şəraitinin yenidən qısa müddət ərzində kəskin dəyişilməsi gözlənilir. Proses xüsusilə də Azərbaycanın şimal və qərb rayonlarında daha təsirli olacaq. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızı, Quba, Qucar, Xaçmaz, Şabran rayonları ərazisində, Dağlıq Şirvan ərazisində və Xəzər dənizinə yaxın olan şərq rayonlarında İyun ayının 2-si axşam saatlarından başlayaraq 5 iyun gündüz saatlarına qədər olan müddət ərzində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Havada buludluluğun artması gözlənilir. Orta troposferdə atmosfer təzyiqinin kəskin aşağı enməsi nəticəsində güclü topa yağış buludlarının intensiv inkişafı gözlənilir. Proses nəticəsində leysan xarakterli yağışların yağması gözlənir, şimşək çaxması ehtimalı var. Eyni zamanda supersel buludlarının aktivləşməsi riski də var ki, nəticədə dolu yağması və dolunun diametrinin bir qədər iri dənəli yağması, eyni zamanda leysan xarakterli yağışların yağdığı ərazilərdə küləklərin də güclənməsi gözlənir. Proses nəticəsində havanın temperaturunun may ayının sonları ilə müqayisədə iyun ayının 2-si günün ikinci yarısından başlayaraq iyun ayının 5-i gündüz saatına qədər olan müddət ərzində 10-12 dərəcə qədər azalması gözlənilir. Proses nəticəsində ərazidən axan çaylarda cürsulluq gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göl, Goranboy, Naftalan, eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəncənin ərazilərində, Füzuli, Cəbrayıl ərazisində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində iyun ayının 2-si axşam saatlarından başlayaraq 5 iyun gündüz saatlarına qədər olan müddət ərzində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Orta troposferdə atmosfer təzyiqinin xeyli aşağı enməsi nəticəsində Qara dənizin şərqindən, Aralıq dənizin şərqindən, Kiçik Asiya ərazisindən güclü rütubətli hava axınlarının əraziyə daşınması və topa yağış buludlarının güclü inkişafı fonunda leysan xarakterli yağışların yağması gözlənilir. Proses nəticəsində yağışların qısa müddət ərzində intensiv və güclü olması riski var. Dolu yağması, şimşək çaxması, eyni zamanda leysan xarakterli yağışların yağdığı ərazilərdə küləklərin güclənməsi riski var. Proses nəticəsində ərazidən axan çaylarda cürsulluq gözlənilir və sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Azərbaycanın mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, İmişli, Ucar, Zərdab, eyni zamanda Bərdə, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də iyun ayının 2-si axşam saatlarından başlayaraq 5 iyun gündüz saatlarına qədər olan müddət ərzində Azərbaycanın şimal, qərb və cənub-qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının mərkəzi Aran rayonları ərazisindən də keçməsi nəticəsində yağışın qısa müddət ərzində intensivləşməsi, şimşək çaxması, lokal dolu yağması ehtimalı var. Proses nəticəsində Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Arat çayında və mərkəzi Aran rayonları arasında axan bir sıra su kanallarında sulluğun artması və lokal xarakterli sel daşqın hadisələrinin təkrarlanması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Eyni zamanda Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Leriş ərazilərində də iyun ayının 2-si axşamdan 5 iyun gündüz saatına qədər olan müddət ərzində hava şəraitinin qısa müddət ərzində hava şəraitinin kəskinləşməsi gözlənilir. Azərbaycan xüsusilə də qərb və cənub-qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının Cəllabad, Yardımlı, Leriş və Astara ərazilərinə daxil olması nəticəsində yağışların xüsusilə də Dağıtayı və dağlıq ərazilərdə leysan xarakterli intensivləşməsi, dolu yağması, şimşək çaxması ehtimalı var. Proses nəticəsində ərazidən axan çaylarda cürsulluğun davam etməsi gözlənilir, eyni zamanda sel daşqın hadisələrinin təkrarlanması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Bakı, Abşeron, Sumqayıt ərazisində iyun ayının 2-si axşam saatlarından başlayaraq 5 iyun gündüz saatlarına qədər olan müddət ərzində şimal şülələrinin tez-tez arabir güclənməsi gözlənilir. Eyni zamanda havada buludluğun artması, Azərbaycanın şimal, qərb və cənub-qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının bəzi hissələrinin də Bakı, Abşeron, Sumqayıt ərazisində və Xəzər dənizinə yaxın olan şərq rayonlarının daxil olması riski var ki, nəticədə qısa müddət yağış yağması, kütlə daxili proseslərin qısa müddət ərzində güclənməsi fonunda yağıntıların lokal xarakterli intensivləşməsi riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Kanalda əvvəlcərində bildirdiyimiz kimi iyun ayının 1-ci 10 günlük ərzində Qafqazın Cənubi Azərbaycan arasında atmosfer təzyiqinin may ayının sonları ilə müqayisədə daha tez-tez aşağı enməsi nəticəsində orta troposferdə siklon sistemlərinin aktivləşməsi gözlənir. Proses nəticəsində Qara dənizin şərqindən, Aralıq dənizin şərqindən,
orta troposferdən Kiçik Asiya ərazisindən daşınması gözlənilən rütubətli hava kütlələrinin Qafqazın Cənubi Azərbaycan arasında toplanması gözlənilən nəticədə hava şəraitinin iyun ayının birinci 10 günlük ərzində tez-tez kəskin dəyişilməsi gözlənilir. Proses nəticəsində Böyük Qafqaz rayonları arasında, Gəncə Qazax arasında, Kiçik Qafqaz rayonları arasında, eyni zamanda Cəlilabad Astara ərazilərində, Naxçıvan ərazisində və Xəzər dənizə yaxınlanan şərq rayonlarında yağıntıların qısa müddət ərzində lokal xarakterli, leysan xarakterli intensiv olması ehtimalı var, lokal dolu yağması, şimşək çaxması və küləklərin güclənməsi gözlənilir. Bu proseslər nəticəsində ərazidən axan çaylarda gürsulluğun davam etməsi və sel daşqın hadisələrində artım ehtimalı var. Bu proseslə bərabər leysan yağışların yağdığı ərazilərdə havanın temperaturunun ötən günlərlə müqayisədə 10-12 dərəcə qrad azalması gözlənilir. Bu tendensiyanın 2025-ci ilin iyun ayının 2-ci və 3-cü 10 günlük ərzində də davam etməsi gözlənilir. Nəticədə Azərbaycan ərazisində ümumilikdə iyun ayı ərzində hava şəraitinin əvvəlki illərin iyun ayları ilə müqayisədə daha tez-tez dəyişilməsi gözlənilir. Bu proseslər səbəb isə iqlim dəyişikliyinin artıq daha da güclənməsi fonunda ekstremal hava hadisələrinin artıq daha tez-tez baş verməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.